Arkadaş, bilirik ki, hakimə itaət, rəhbərə itaət, o əqidəmizdə haqqında. Bəs, bilirlər ki, bəs rəhbəri tərifləmək yoxdur da, bu yaltaqlıqdan sayılır, filanmış mesela. Belə şey var, yəni. Ümumiyyətlə tərifləmək deyəndə, yəni ümumən tərifləmək, yoxsa konkret bir rəhbəri tərifləmək qəsd olunur. Bu nə qəsd olunur? Var mı belə şey? Yaltaqlıqdan sayılması, Emil, bu əslində yoxdur. Düzgün deyil. Nə mənada? Biri var hakimə, rəhbərə dua etmək, islahı üçün tərifləmək, səna etmək müəyyən məqamlarda düzdür. Onun xeyri üçün dua etmək Allaha. Bu mətlubdur. Bu var. Şək yoxdur. Hətta vallahi o dərəcədə var ki, bəzi əimmələr əqidə kitablarına salıblar. Niyə əqidə kitablarına salıblar bu məsələni? Hakimə dua etmək, leyhinə. Kim bilir? O qədər mühümdür. O qədər əhəmiyyətli, ciddi bir məsələdir. Çünki sultanın, hakimin islahı onun raiyyətinin islah olması deməkdir. Və bu mətləbdir bu. Ona görə bəzi əimmələr salıblar öz əqidə kitablarını, sünnə kitabları yazıblar. Məsələn, İmam Bərbəhari olsun, İmam Əhməd olsun, İsmail Əs-Sabuni olsun. Bu əimmələr, əksəriyyəti az qala bütün əqidə kitablarında bu məsələ qeyd olunur. Bizdə xuruc yoxdur. Fikir ver, xurucu da qeyd ediblər. Yəni, hakimə qarşı çıxmaq yoxdur və onun leyhinə dua edilir. Hətta Şeyxülislam İbn Teymiyyə rahimehullah Məcmu Fətavasında deyir ki, varid olub Fudayl ibn İyaddan və Əhməd ibn Həmbəldən və başqalarından ki, onlar deyiblər ki, əgər bilsəm ki, mənim bir duam müstəcəb, qəbul olacaq, Allah mənim bir duamı qəbul edəcək, mən onu sultan üçün, hakim üçün edərdim. Sabit olub bu. Hətta bəzi immələr dua etməməyi, rəhbərə dua etməməyi, hakimə dua etməməyi hava əhlindən hesab ediblər, Emil. Hava əhli, yəni bidət əhlindən hakimə dua etməyi, görməməyi. Məsələn, sən dua edirsən hakimə, xeyrinə, yəni təbii ki, islahı üçün və s. Ya qardaşım, nə edirsən sən? Bax, bunu bidət əhlindən sayır, hava əhlindən sayıblar. İmam Bərbəhari deyir, İmam Əs-Sabuni deyir. Var böyük imamlar deyiblər bunu. Əksi sahib havadır deyir. Yaxud, məsələn, əimmələrdən varid olub ki, görsən dua edir leyhinə, bil ki, sünnə əhlidir, inşallah. Görsən şəxs, yəni müsəlman, əleyhinə dua edir, bil ki, hava əhlidir. Yəni bidət əhlidir. Bu var. Şək yoxdur. Bir də var ki, ifrat,ğuluf. Yəni sən əməllərini sayırsan, olmayan, etməyən, etmədiyi, olmayan, görsənmədiyin şeyləri zikr edirsən, başlayırsan, səna etməyə, tərif etməyə və s. bu kimi şeylər, bu artıq problem ola bilir. Bir var olduğu şeyləri danışırsan, dua edirsən, bir də var olmadığı şeyləri. O ki, qaldı o, nə məsələ idi o? Ümumi yoxsa şəxsi. Burada alimlər nəyi bəhs ediblər, Emil? Hakimə dua edilir, icazəlidir bu danışdıqlarım hamısı. Bu ümumi edilir, ümumən müsəlman başçıları. Məsələn, xütbə verirəm, xütbədə deyirəm ki, rəhbərlər, hakimlər, müsəlman rəhbərləri, müsəlman ölkələrinin hakimi. Bir də var, fərdi olaraq şəxs, müəyyən şəxsin adını çəkərək eləyirəm. Adla, Emil, rəhbərin adını çəkirsən və başlayırsan səna etməyə, tərif etməyə. Birincidə ixtilaf yoxdur, ittifaqdır, ümumda. Burada müəyyən qədər
alimlər arasında baş verib söhbət. Ümumən eləyirik, aydındır. Amma sən müəyyən olaraq edirsənsə, xütbədir, xütbədən sonra müəyyən hakimin adını çəkirsən. Hər xütbədə fərqi yoxdur, hə. Burada var müxtəlif görüşlər. Lakin daha səhih olan budur ki, Allah daha doğrusunu bilir. Bu icazəlidir. Çünki varid olub sahabələrdən onlar belə ediblər. Məsələn, Ömər ibn Xattabın adını çəkib tərif ediblər. Hansısa sahabə, nə unutmuşam adını. Səhv bilmirəmsə, Əbu Musa. Və İmam Nəvavi rahimehullah Müslim şərhində deyir bunu. Və bir çox əyimmələr deyiblər ki, bu icazəlidir, problem yoxdur burada. Eynən olsa da, fərdi olaraq hakimin adını çəkib dua etməkdə problem yoxdur. Haqq olaraq, haqq görüş də budur. Amma yenə deyirəm, nəyə riayət etməlisən? Xuluf, qardaş, heç bir şeydə, məsələdə, əhl-i sünnədə ifrat olmadığı kimi xuluf etmək olmaz. Bunu kimi olmaz, hə qardaşım? Orta mövqe nədir? Ən gözəl mövqe hansıdır? Vasat. Orta ümməti. Və bütün məsələlərdə əhl-i sünnə orta mövqeni tutublar. Nə ifrata varıblar, nə təfrit ediblər, xulufdan uzaq olublar. Və bu məsələdə də, qardaşım, ifrat etmək olmaz. Və bu məsələdə ifrat necə olur? Xuluf etmək, məsələni şişirtmək, bilirik hamımız. Olmaz bu. Var ayrı şeydir. Fikir verəmir. Olar. Hakimə minbərdə, xütbədə ad çəkərək dua etmək olar. Aydındır. Var. Ha, var ayrı şeydir. Hə, sənin etdiyin əməlin necə formada təqdim etmək, bu ayrı şeydir. Ola bilər xuluf olsun, ifrat olsun, həddi aşmaq olsun o. Nə olsun ki, var. Çox şey var, şəriətdə var. Biz onu nə cür edirik, hansı formada edirik? O yoxdur. O nə yox şey demir? Xəstəyə ruqiyyə oxumaq var yoxsa yox? Ruqiyyə eləmək. Qardaşım, indiki ruqiyyə edənlərə bax. Bu var yoxsa yox? Ha, bu yoxdur. Bu yoxdur, yox. Bu qadağandır. Bu həddi aşmaqdır, xulufdur, ifratdır. Məsələdən istifadə eləməkdir var adından. Biri boçkaya, zeytuna Quran oxuyur, biri seanslar keçirir, biri orada ayələri neyniyir, biri oyunlar çıxardırlar. Ha, ruqiyyə etmək yoxdur ki, ruqiyyə etmək var. Hakimə dua etmək yoxdur, var. Sünnədəndir, əksi problemdir. Hə, sənin hansı formada etməyə, ona baxılır ona. İfrat olmaz, xuluf olmaz. Bu tək burada yox. Hər bir şeydə elədir. Ona görə çalışmaq lazımdır ki, məsələni olduğu kimi saxlayasan. Məsələni Emil, olduğu kimi saxlayasan. Və salam. Olduğu kimi saxla, problem yoxdur. Bəzi insanlar bundan istifadə edirlər başqa cür. Və belə.